YouTube, Instagram ve TikTok hesablarımı takip edip videolardan yararlanıp dostlarınızla paylaşmayı unutmayın. Güven test imtahanına salınmış sualın izahına baxaq. Sual 11-ci siniflərə aiddir. 3 ədəddən birincisini 2 vahid, ikincisini 4 vahid azaldırlar. Üçüncü ədədi neçə vahid artırmaq lazımdır ki, ədədi orta bir vahid artsın. Gəl ədədləri götürək x, y, z. X, y, z-i ədədi ortası belə tapılır. Topla böl 3-ə. Bərabər oldu a-ya. Onda x, y, z-in cəmi olur 3 vur a. Və bu ədədləri indi birincisini 2 vahid azaldırsan, ikincisini 4 vahid azaldırsan, üçüncüsünü də artırmaq lazımdır. Tutaq ki, k vahid artırıram, üzərinə k gəlməliyəm. 3-ə bölürəm, ədədi ortada 1 vahid artır. Ədədi ortada nə olur? A plus 1 olur. İndi baxaq burada. X, y, z. Bu üçünün yerinə 3a yazım. 3a mənfi 2-nin üzərinə mənfi 4-ü gələcək, mənfi 6. Eyni işarəli ədədlər toplanırlar. Üstə gəl k bərabərdir. Burada biz nə etməliyik? A plus 1 ifadəsini 3-ə vurmalıyıq. 3-ü a-ya vuranda 3a, 3-ü 1-ə vuranda 3 edər. Buradan da bu mötərizələri silək. Daha bizə lazım deyil. İndi baxırıq, hər tərəfdən 3a-lar islah olunur. Qalır burada. K çıx 6, k-nı qabağa keçirsək bərabər 3, k da bərabər 3-ün üstünə 6 gələrik, 9.